2026-cı ildə 5 bürcün dərin və əsl sevgini tapmaq şansı yüksəkdir. Astrobürc TV Lent.az-a istinadən xəbər verir ki, astroloji tədqiqatlar göstərir ki, bu bürclərə xüsusilə 3 planet təsir edir. Sevgini simvolizə edən Venera, ehtirası təmsil edən Mars və uğurlar və yeni imkanlar gətirən Yupiter. Onların təsiri romantik münasibətlərlə əlaqəli astroloji evlərlə uyğunlaşdıqda, dərin sevgini tapmaq ehtimalı maksimum dərəcədə artır. Bu o deməkdir ki, bu şanslı bürclər üçün 2026-cı il yeni tanışlıqlar, mövcud münasibətlərin möhkəmlənməsi və canlı emosional sarsıntılar dövrü olacaq. Bu il sizə ürəyinizin nəhayət ki, əsl ruh yoldaşını tapdığı hissini verə bilər. 1. Qoç. 2026-cı ildə qoçların dərin sevgi tapmaq üçün hər şansı var. Venera 131 gün Qoçun 5-ci, 7-ci və 8-ci evlərində olacaq və bu da yeni romantik görüşlər üçün əlverişli şərait yaradacaq. Sevgi tapmaq üçün ən yaxşı vaxt yaydır, xüsusən də 14 iyun-9 iyul tarixləri arasında, planetlərin romantik səylərə maksimum dəstək verəcəyi vaxt. Oğlaq. Oğlaqlar 2026-cı ildə Yupiterin təsiri sayəsində dərin sevgini cəlb edəcəklər. Şans və böyümə planeti ilin ilk yarısında Oğlaq bürcünün 7-ci münasibətlər evində olacaq və bu da yeni tanışlıqlar və xoşbaxt anlar üçün əlverişli şərait yaradacaq. Sevgini daha tez tapmaq istəyirsinizsə, bunun üçün ən yaxşı vaxt yanvarın 17-sinə qədərdir. Balıq. Balıqlar 2026-cı ildə dərin sevgini cəlb etmək üçün məhkumdur. Venera balıqların sevgi evində 109 gün, Yupiter isə 111 gün şans gətirəcək. Romantik potensial 3-6 mart tarixləri arasında zirvəyə çatır. Bu zaman yeni tanışlıqlar və həyatı dəyişdirici emosional qarşılaşmalar mümkündür. Dolça 2026-cı il ərzində Dolça bürcünün nümayəndələri Yupiter və Marsın təsiri sayəsində əsl sevgini tapmaq şansına malikdilər. Yupiter 165 gün, Mars isə 138 gün romantik münasibətlərlə əlaqəli evlərdə olacaq və ehtiras və enerji qatacaq. Yeni münasibətlər üçün ən əlverişli dövr 24 yanvar-10 fevral arasındadır. Oxatan. Oxatanlar 2026-cı ildə romantik macəralar və canlı emosiyalar gözləyə bilər. Qırmızı planet Oxatan bürcünün 5-ci, 7-ci və 8-ci evlərinə 131 gün təsir göstərəcək və münasibətlərdə kimya və ehtiras üçün fürsətlər yaradacaq. Bu sevgi qığılcımlarını gerçəkləşdirmək üçün ən yaxşı vaxt 7-30 mart tarixləri arasında olan yaydır.